Salam dəyərli tələbələr, 30-cu suala qədər izah eləmişdik təkrar 7-nin, 31-dən sonra izah eləyək. 285, 7, 44 verib. Bu tipli suallar görəndə əksərən 285, 7-yə bölməni, 329-u 9-a bölməni düşünərik. Amma burada hansını tətbiq eləsəz alınmayacaq, biraz çaşdırıcı varianta getmişdi. 2, 8, 5, 7-nin cəmi 22 eləyir, 2-yə də vururam 44. 3, 2, 9, 9-un cəmi 18, 20, 23 eləyir, 2-yə vururam 46. Bu forma davam eləyir. 5, 1, 4, 8-in cəmi eləyəcək neçə? 18, 2-yə də vuracam eləyəcək neçə? 36, cavabımız oldu C variantı. Sosial tədqiqat məqsədilə hər birində bir qız, bir oğlandan ibarət 3 işçi qrupu yaratdı. Qızların adı Mehriban, Pərvin, Dilbər, oğlanların isə Murad, Pərviz, Dadaşdır. Qızlardan biri modelyer, psixoloq, üçüncü isə dizaynerdir. Deməli, hər işçi qrupun tədqiqatlarının nəticələri olan qovluğun üzərində qızların ixtisasları, qızların və oğlanların adlarının birinci hərfləri yazıldı. Zaten burada oğlan adı var idi, qız adı var idi, ixtisasları var idi. Və onların baş hərfləri qeyd olunubdu. Birinci hərfi. Heç bir qrupdan nə ixtisasının, nə qızların, nə də oğlanların adlarının birinci hərfləri üst-üstə düşmədi. Lap yaxşı. Pərvizlə bir qrupda olan qız modelyer deyil. Yazıram bura. Pərvizlə bir qrupda olan modelyer deyil. Modelyer deyilsə, kim var idi? Psixoloq var idi, bir də dizayner var idi. Əgər baş hərflər üst-üstə düşmürsə, onda Pərvizin yanına psixoloqu da yaza bilmərəm. Niyə? Çünki P toqquşazı idi. Modelyer deyilsə, psixoloq deyilsə, nə qalır onda? Dizayner. Deməli, Pərvizlə dizayner bir qrupdadır. Oğlanların adında Murad var, Dadaş var. Yazıram bura Murad, bir dənə də yazıram Dadaş. İndi dizayner gedib. Modeliyerlə psixoloq qalıb. Modelyeri təbii ki, Murada yaza bilmərəm. Çünki M hərfinlə M hərfi toqquşacaq. Onda modeliyer bura qalır. Modeliyer bura qalır. Modeliyer oraya gedəndən sonra psixoloq da bura qalır. Bunları müəyyənləşdirdik. İndi adları müəyyənləşdirəcəyik. Adlara baxıram qız adlarına. Hanı? Mehriban, Pərvin, Dilbər. Pərvini bura yerləşdirə bilmirəm. Niyə? Pərvizlə toqquşur baş hərfi. Pərvini bura yerləşdirə bilmirəm. Çünki psixoloqla toqquşur. Onda Pərvinin yeri aşağıdadır. Deməli, Pərvin, Dadaş, modelyer bir qrupdadır. Daha sonra Pərvin getdi. Dilbərlə Mehriban qaldı. Dilbərlə Mehriban deyirəmsə, Mehribanı bura yaza bilmərəm. Çünki Muradla Mehriban adları toqquşacaq. Dilbəri bura yazıram. D, M, P gördüyünüz toqquşmadır. Mehriban da bura yazıram. M, P, D, yəni toqquşma təşkil qaydasındadır. Deyir ki, psixoloqun və onunla bir qrupda olan oğlanın adı nədir? Psixoloq və onunla bir qrupda olan oğlanın adı Dilbərlə Murad. Dilbərlə Murad cavab oldu. 32-də A variantı. Sadəcə orada deyilənləri qeyd eləmək lazım idi. Sağ olsun elə ən son hissədəki bizə kömək oldu. Cavabımızı da tapmış olduq. Keçdik növbəti sualımıza, 33-cü suala. 33-cü sual cədvəllər mövzusuna aid sualdır. Burada 5, 6, 4, 9-un cəmi 11, 15, 24 eləyir. 6, 7, 3, 8-in cəmi 24 eləyir. 4, 8, 5, 5-in cəmi 22 eləyir. 6, 0, 1, 2-nin cəmi 9 eləyir. Təzənə bir daşıdakıları hesablayacaqsınız. 9, 4, 3, 5-in cəmi 13, 16, 21 eləyir. 8, 3, 11, 18 yenə 21 eləyir. 5, 5, 5, 15, 4 də bu 19 eləyir. Burada bir uyğunluq olmalıdır. 24, 3 vahid azı 21. 24, 3 vahid azı 21. 22, 3 vahid azı 19. 9, 3 vahid azı 6 olmalıdır. Onda 2, 1, 0, 3-ün cəmi 6 eləyər. Cavabımız olar nə? A variantı. Bu tipli sualların başqa hansı variant tətbiq oluna bilər? Burada 5 ilə 6-yı bir-birinə vurur, 30, gətir buraya yazır 30. 4 ilə 9-u bir-birinə vurur, yazır 36, gətir buraya yazır 36. Bu formasında görə bilərsiniz. 34-cü sualda bunu ortadan kəsir, birinci tərəfi ikinci tərəfə yapışır. Yapışdırır, bu şəkil alır. İndi biz də bunu ortadan kəssək, birinci tərəfi ikinci tərəfin arxasına yapışdırsaq, Y bəndəki şəkil alınmış olarıq. Y bəndini. Deməli, birinci şəkili gətirib bura çəkəcəksiniz də. Bu hissə yoxa çıxır. O hissəni də yapışdıranda belə bir hissə alınır. Ümid edirəm ki, onu oxşadı da. Hə, oxşuyur.
34'te cavab oldu Y variantı. 35'e getdik. Burada sadəcə vurmaları yerinə yerləşdirmək lazım idi. Vurma bölmədən 6-nı 3-ə bölsəm eləyəcək 2, 2 10-a vursam eləyəcək 20, 20-ni 5-ə bölsəm eləyəcək 4, 4-ü 8-ə vursam eləyəcək 32. Və ya ki 21-i 7-yə bölsəm 3, 3-ü 4-ə vursam 12, 12-yi 6-ya bölsəm 2, 2-yi 3-ə vursam 6. İndi burada 14-ü 7-yə bölsəm 2, 2-yi 8-ə vursam 16, 16-yı 4-ə bölsəm 4, 4-ü 3-ə vursam 12. Cavabımız oldu 35-də D variantı. 36-cı sualda bilirdik ki, burada A, B, burada B, A verirsə bir dəfə özünü, bir dəfə də tərsini hesabla yazacağıq. İndi A-nın yerinə 6, B-nin yerinə 3. A-nın yerinə 6, B-nin yerinə 3. 3, 6, burada da yenə 3. Yazıram. Oradan aldığım 6, 3 bərabərdir. 18 çıxılsın. 2 vurulsun 3, 6, üstə gələk. 3. Bir dəfə də 3, 6 qiyməti. Deməli, bir dəfə 6, 3 qiyməti var. Bir dəfə də 3, 6 qiymətini yazıram bura. 3, 6. 6, 3. B-nin qiyməti 6. Onda misalımız olur. 3, ulduz 6 bərabərdir 18 çıxılsın. 2 vurulsun 6, 3. Üstə gələk 6. İndi 6, 3-ə x deyəcəm. 6, 3-ə x deyəcəm. 3, 6-ya y deyəcəm. 3, 6-ya y deyəcəm. Onda ifadəmiz olacaq nə? X bərabərdir 18. Birbaşa yazım da bu 18, bu 3 də bu 21 edir. 21 çıxar 2y. Bu eləyəcək y bərabərdir 18-dən 6, 24 çıxılsın 2x-ə. X-in qiyməti bizə lazım deyə y-in qiymətini aparıb yerinə qoyacaq. Olacaq nə? X bərabərdir 21 çıxılsın 2 vuraq 24 çıxılsın 2x-ə. O da olacaq nə? X bərabərdir 21 çıxılsın 48 çıxılsın üstə gələk 4x. Bu tərəfə keçəndə olur mənfi 3x bərabərdir mənfi 27-yə, x də bərabərdir 9-a. Cavabımız olacaq 9, yəni A variantı. Bir dəfə özünü, bir dəfə tərsini, sonra əvəz etməklə x9 tapdıq. Yəni x-nə ilə əvəzləmişik? 6, 3 ilə. Ona görə elə birbaşa 9 demiş olduq. Gəldik 37-ci suala. Hesab əməllərinə aid bir sualdır. 36 yazdıq, bəli, 37. Deməli, burada birbaşa konkret 4-ün qiyməti görsənir. Aşağıdan düşürdü. Ora L4-dür, 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 4, 4. L-in 4 olduğunu tapandan sonra isə bu hissədə bütün qiymətləri tapmaq olur. 4 düşdü aşağı. 4-ün üstə 8 gəldim, 12. 2 yazıram, 1 yadda. 0, 4, 6, 10, 1 də yaddadır, 11. 1 yazıram, 1 yadda. Bu 1 idi. 1, 3. Neçə də yadda? 1 də yaddaydı. 4, 5, neçə üstə də gəlsin 9 deməli. İndi baxın 4, 8 aldım, 12, 2 yazdım, 1 yadda. 11, 1 yazıram, 1 yadda. 1, 3, 9, 13, 1 yadda 14, 4 yazıram, 1 yadda, 6, 1 də yaddaydı, 7. Hər şey tapmış olduq. T neçə oldu? Nə bilim, hara getdi, budur T. 9, K neçə oldu? K haradaydı ki? Heç K-nı tapmamışıq. 348. Deməli, baxın, burada K-nı bura K 4, 8-ə vuranda eləyir. O heç, amma ikinci dərəcədə N-i bura vuranda N nə idi? 1. Tapmışdım da N-in 1 olduğunu. Yuxarıda onda olacaq nə? 348. K-nın qiyməti 3-dür. K 3-dür, N də 1-dir. Topladım 13. Cavab oldu 37-də C variantı. 38-də prezident xalqın səsi ilə seçilir. Alim kitabın müəllifi ilə cəza icrasının icazəsindən şair şeirin bəsini yox, hakim millətin qərarına məhbus məhkəmənin hökmü ilə cəzalanır, belə deyək. 39-cu suala gəldik, tərəzilər mövzusuna aiddir. 1-dən 8-ə qədər 1, 2, 3, 4, 5, 6, 7 dənə fiqur var. 1-dən 7-yə qədər. Deməli, 1-dən 7-yə qədər var. Hərəsi fərqli bədədə uyğundur. Tərəzilərin vəziyyətini nəzərə alaraq bunları düz. Ən çox olan hissədə baxın, bu hissədən baxacaq. 2 qiymət verə bilmərəm, çünki gedir 10 qiymətdən lazım olur. 2, 2, 2, 2 versəm, gəlib bura 10 yazım. O da mümkün deyil axı. Ona görə buranın qiyməti olur 1, 1, 1, 1, 1. Cəm elədi 5. Ürək 5-dir, İsmaildə 6-dır, oldu 6. 1, 2, 3, 4, 5, 6-dan, 7-dən daha doğrusu 1 getdi, 5 getdi, 6 getdi.
Deməli, daha sonra nəyin qiymətini tapmışıq? Üstünə ürək. Bu. Qiymətlər olaraq deyirəm, nəsə tapmışıq. Ürəyin qiyməti 5 idi. 5 nədən ağır ola bilər? 3 yazan mənim sadəcə 2 qalır. 3 bucağın qiyməti də 2 getdi. 3, 4, 7 qiyməti qaldı. 3, 4, 7 qiymətində bura 7 kiçik olduğuna görə bu isə yüngül olduğuna 3, 3 bura verə bilərəm. 3, 3 verirəm. Burada 4 verirəm. Buradakılardan hansısa qiymət tapılmış olmalıdır. Deyirəm da. 3 bucağın qiyməti 2 tapılıbdır. Yerdə qalıb 3 qiymət. 3, 4, 7. Yəni bura 7 ilə 3 yazıb 4 yazsam yenə ağır vəziyyəti yaradacağam. Amma diqqətlə baxsaz görərsiniz ki, bizdən bu cəmin, yəni buradakı cəmin maksimum qiymətini istəyir. Maksimum qiymət istəyirsə, ən böyük qiymətimi 7 ilə 4-ü qoyaram da, başqa maksimum qiymətim yoxdur. 7 ilə 4-ü qoysam ora, 3-ü də gətirsəm bura, bir problem yaranmaz. Yox, 11 həqiqətən də 7-dən ağırdır. Zaten ağırdı. Bayaqlarında 10 da 8-dən ağır idi. Sadəcə məsələ odur ki, maksimum qiyməti qoyaq. Maksimum cəm isə 7 ilə 4-ün cəmi 11 eləyir. Yəni 39-da Y variantı. 40-cı suala keçdik. Bir sıra üzrə yerləşən 9 lampa birdən başlayaraq arzusunun nömrələnib. Nömrələyək bizdə. Bir, 2, 3, 4, 5, 6, 7, 8, 9. Üçü sarıdır, üçü qırmızıdır, üçü də yaşıl rəngdir. Üçüncü lampa qırmızıdır. Yazıram buraya, üçüncü lampa qırmızıdır. Birinci və altıncı lampalar isə eynidir. 1 ilə 6 isə eynidir. Yaşıl lampaların hamısının nömrələri təkdir. 3 dənə yaşıl var idi. 1-ə yazılmaz. Çünki 1-ə yaşıl yazsam, avtomatik 6-ya da yaşıl düşür. Amma 6 cüt ədəddir axı. Bizə də yaşıllar nə olmalıydı? Təklərdə. 3 tutulubdur, qalır 5, 7 və 9. 3 dənə yaşıl təkləri mütləq şəkildə bu formada yerləşdirən bizə dənə forması var. Aşağıdakilərdən hansı mütləq doğrudur deyir. 4-cü və 6-cı lampalar fərqli rəngdədir. 4 ilə 6 fərqli rəngdə də ola bilər, eyni rəngdə də ola bilər. Gəlin baxaq, görək mümkün yoxsa yox, mütləq doğrudur yoxsa yox. Baxıram. 1-ə sarı desəm, 1-ə sarı desəm, bura yaşıl desəm, fərqli rəng deyirdi, düzdür, heç fərqli eləməyim, bura sarı yazım. Eyni eləsəm görmə alınmır ki, qırmızı, burada qırmızı. Bizə də belə bir şərt verilmir, yanaşı gələ bilər, gələ bilməz, heç bir qayda yoxdur bu barədə. Ona görə hər şey qaydasında 4 ilə 6 eyni də oldu da. Deməli, eyni ola bilirsə, fərqli də ola bilərsə, mütləq doğru deyil, yəni bu fərqli olması. Çünki eyni olduğu vəziyyət yaratdım, bir problem yaranmadı. İkinci lampa sarıdır. Baxıram. İkinci lampaya sarı yazsam, mütləq doğru olanı istəyirəm. İkinci lampaya sarı yazsam, görək. Üçüncü lampa qırmızı rəngdədir. Bir yaşlı lampa nömrə təkdir. Heç nə. İkinci lampa sarı yazsam. İkinci lampa sarıdır. Mütləq doğrudur yoxsa yox? Yəni ikinci yerə sarı yox, başqa bir rəng verəcəm, qırmızı verəcəm. Bura sarı, bura sarı. Heç bəxtçini içini silməsəydim heç görərdim. İkinci yerə qırmızı rəngdə verdim. Nə oldu? Deməli, ikinci lampa sarı olması mütləq şərtlərimizdən deyil. Yəni qırmızı da qoyanda heç bir problem yaşanmır. Bizə mütləq doğru. 1-2-yə çıxdım. 1-2, 1-2. Üçüncü sual, 1 və 8-ci lampalar eyni rəngdə ola bilər. 1-ə yəni sarı, 8-ə də sarı yazaram, o da 6-da sarı olur. 1 ilə 8 eyni oldu. Amma 1 ilə 8-ə sarı yazmaq, bura qırmızı yazaram. Yəni bura sarı, bura qırmızı yazaram. Bu dəfə 1 ilə 8-ci lampalar eyni rəngdə olmadı. Bu hissə ola da bilər, olmaya da bilər, yadda saxlayın. Biraz qarşılıqlı yaradacaq. Çünki ola bilər ifadəsi mütləq doğru olanlardandır. Amma 3-ü yadda saxlayın. Deyəcəm indi nə, aması nə idi. Deməli, yəni, bu ola da bilər, olmaya da bilər. Yəni, ola bilər ehtimalının olmaya bilər hissəsi də var. Yəni, gördünüz ki, 1 ilə 8 eyni də oldu, eyni də olmaya da bildi. 5-ci lampa yaşıldır. Bu mütləq doğrudur. 5-ci lampa mütləq yaşıldır həqiqətən. 5, yəni 4-cü cavabımız var. 4-cü və 8-ci lampalar eyni rəngdədir. 4-cü və 8-ci lampalar, bura qırmızı, bura sarı versəm, 1 ilə 6 eyni idi, sarı, burada qırmızı düşür. 4 ilə 8-ci lampaya baxıram, qırmızı ilə sarı eyni deyil axı. Eyni deyilsə, deməli, o dediyi qayda mütləq doğru olan qaydalardan deyil. Mən həmişə onun əksinə gedirəm, görüm, alınır, yoxsa alınır. Həqiqətən əksinə getdim, alındı, çıxdım. 6-cı, 2-ci, 4-cü və 6-cı lampalardan hər hansı ikisinin eyni rəngdə ola bilər. 2, 4, 6-cı lampalar isə hər vəziyyətdə necə yazsa. Zaten 1 ilə 6 eyni olmalı deyil.
S yazıram. Düzdür? Bu sığını 2, 4, 6 deyirdi. Düzdür? Hər hansı ikisi eyni rəngdə ola bilər. Deməli, qırmızı rəng qaldı. Düzdür? Yazıram bura qırmızı, bura yazıram sarı, bura yazıram qırmızı. Deməli, 2, 4, 6. Baxın, 2 ilə 6 oxşar oldu. 2 ilə 6 oxşar oldu. Daş desəz ki, amma diqqətlə baxsaq, 2-yə qırmızı versəm, bura 8-ə sarı versəm, bura qırmızı versəm. Yenə də 2, 4 qırmızı oldu. Yenə də hər hansı ikisi eyni rəngdə oldu. Yəni bu ikisi eyni rəngdə ola bilər ifadəsinin olmaya da bilər hissəsi yoxdur. Olmaya da biləri yoxdur. Amma ona görə deyirəm, cavablarımıza baxın. 4, 6 ilə böyük ehtimal ki 3, 4 arasında qalarsınız. Çox güman ki. Yəni dediyim kimi biraz şərtdə problem var. Çünki ola bilər deməsi mütləq doğrudur. Yəni ola bilər deyir də, demir ki olmalıdır. Ola bilər deyir və bu olması da mümkündür. Ona görə diqqətli şəkildə yadda saxlayırsınız bu hissələrdən. Bunun üçüncüsünün ola bilərin olmaya biləri də var deyə, yəni birinci, ikinci lampalar gördünüz də bayaqlarım fərqli rənglərdə ola bildilər deyə, üçü yox, daha dəqiq cavab kimi 4 ilə 6-nı götürürəm. Amma yenə də deyirəm, 1 və 8-ci lampalar eyni rəngdə ola bilər, doğru olanlar kimi götürülə bilər. Çünki ola bilər sadəcə ehtimala buraxır. Ehtimalın dəqiqliyi var. Belə deyim, çox da beyninizi yormayım. Keçdik növbəti suala. 41-ci suala. Səfər Vüsal Hakim, Ramin Məzahir dil kurslarına yazılıblar. Bu kursda fars, fransız, çin və ingilis dilini öyrənirlər. Kursda bu şəxslərdən başqa heç kimi yoxdur. Hər dil öyrənən ən az bir adam var. Hakim ancaq ingilis dilini öyrənir. Yazıram bura. Deməli, fars var, fransız var, çin var, bir də ingilis dili var. Hər dili öyrənən ən az bir adam var. Lap yaxşı. Hakim ancaq ingilis dilini öyrənir. Hakim, yazıram bura. Hakim ancaq ingilis dilini öyrənir. Bunun yerini tərk etmək olmaz. Başqa yerə yazmaq olmaz. 2 nəfər fransız dilini öyrənir. 2 nəfər fransız, 1, 2. Və onlar başqa dillərlə maraqlanmır. Aha, fransız dilini öyrənənlər başqa dillərlə maraqlanmır. Tofiq şərq dillərin birini öyrənir. Yadda saxlayın, şərq dili deyəndə farsla çini nəzərdə tutur. Kursa yazanlardan 5 nəfəri ingilis dili ilə maraqlanmır. 1, 2, 3, 4, 5, 6 nəfər var. Onlardan zaten hakim ingilis dilinə maraqlanırdısa, yerdə qalan 5 nəfər ingilis dilinə maraqlanmırsa, deməli ingilis dilində də çərçivəyə alıram. Bunu neyə bilməz, nəsə yaza bilməz. İngilis dili təkcə hakim və qutarı getdi. Səfər və Məzahir eyni dili öyrənir və bu fransız dili deyil. Səfər və Məzahir eyni dili öyrənir və bu fransız dili deyilsə, avtomatik fars və ya çin dillərinin birini olacaq. Ona görə ehtimallar qarışmasın deyə yenə də aşağıdan ehtimallarımızı yazacağam. Bir dəfə Səfərlə Məzahiri bura yazıram. Səfərlə Məzahiri fars dilinə yazıram. Bir dəfə də Səfərlə Məzahiri çin dilinə yazıram. Niyə? Çünki ingilis dilində yalnız hakim var. Ora yaza bilmərəm. Fransız dilində özü deyir ki, bu fransız dili deyil. Və ya fars qalır, ya çin qalır. Bir ehtimalda ora verdim, bir ehtimalda ora verdim, qutarı getdi. Sonra yuxarıda yazmış ki, Tofiq şərq dillərindən birini öyrənir. Burada şərq dilləri tutulubsa, fars, Səfərlə Məzahir getdisə, şərq dillərdən birinə qalır, çin dili qalır. Onda Tofiqi yazıram bura. İkinci ehtimalında Səfərlə Məzahir çin dilinə yazanda Tofiq fars dilinə qalır. Tofiqi yazıram bu hissiyə. Deməli, Səfər Məzahir, Səfər Məzahir, Tofiq, hakim gedib. Vüsal'la Ramin qalıb ki, 2 nəfər də deyir deyə fransız dilini öyrənir. Vüsal'la Ramin də fransız dilini öyrənənlərdəndir. Vüsal'la Ramin də fransız dilini öyrənənlərdəndir. Aşağıdakilərdən hansı mütləq doğrudur? Səfər çin dilini öyrənir. Çini də öyrənə bilir, farsı da öyrənə bilir. Tofiq fars dilini öyrənir. Çini də öyrənə bilir, farsı da öyrənə bilir. Ramin çin dili öyrənir. Xeyr, Ramin fransız, bu mütləq səhvdir. İngilis dilini öyrənən yalnız bir nəfərdir. Bəli, birincisində oldu D variantı. İkincisində aşağıdakilərdən hansı mütləq səhvdir? Məzahir fars dilini öyrənir. Ola bilər, olmaya bilər. Ramin fransız dilini öyrənir. Ramin fransız dilini öyrənir. Mütləq doğrudur. Vüsal fars dilini öyrənir. Vüsal heç vaxt fars dilini öyrənir. Vüsal fransız dilini öyrənir. İkincisində oldu C variantı. Fars dilini öyrənən yalnız 2 nəfərdir. Bəli, baxın, zaten özü demişdi. Aşağıdakı cavablardan hansında verilən şəxslər eyni dili öyrənirlər? Vüsalla Ramin.
Vüsalla Ramin eyni ilə öyrənir. Cavab oldu. Üçüncüsündə də Y variantı. Bitdi. Belə. 40-cı sual. A bəndi avtoritar, B bəndi liberal, C bəndi avtokratik, D bəndi xolerik, Y bəndi demokratik. İdarə etmə üsullarıdır. Cavabımız olacaq D variantı. İnsan tipləridir. Sanguinik, xolerik, melanxolik və s. 43-cü suala gəldik. Bunu yaxşı yol eləyək. Eləyə bilsək. Aha. Deyir ki, aşağıdakı qrafikdə A və B bitkilərin əkildikdən sonra böyümə qrafikləri verilmiş. Neçə aydan sonra bitkilərin birlikdə boyu 136 cm olar. Birincisi, bu onların böyümə sxemini tapaq. Baxıram ki, A bitkisi 10 cm-dən, bu A bitkisidir. 10 cm-dən 26 cm-ə, yəni 16 cm neçə il müddətində böyüdü? 2 ay müddətində. Yazıram 2 aya 16 cm-dirsə, 1 aya 8 cm böyüyər. Onu tapmış oldum. B bitkisi isə fikir verin 18-dən 26-ya qalxıb, yəni 8 cm böyüyüb 2 aya. Bu A bitkisi idi. İndi B bitkisi isə 2 aya 8 cm-dirsə, 1 aya 4 cm böyümüş olacaq. Bizə deyək ki, neçə aydan sonra bitkilərin birlikdə boyu 136 cm olar. A bitkisi əkilərkən boyu nə qədər idi? Onu da nəzərdə saxlayırsınız. Baxın, A bitkisi əkilərkən boyu 10 cm yazıram. 10 üstə gələk. 1 aya 8 cm isə 8x, neçə ay deyəsə 8x bərabərdir. B bitkisi əkilərində 18 idi. 18 üstə gələk. 1 aya 4 cm, 4x. Bir tərəfə keçirsək, x-i bu tərəfə keçirdim, yəni qaldı 8x-dən 4x çıxdım, 4x bərabərdir, onu da tərəfə getdim, 8x də bərabərdir 2-yə. Deməli, bizə deyir ki, neçə aydan sonra bitkilərin birlikdə boyu 136 cm olar. Mən neynirəm? Birlikdə boyu 136 cm olar deyirsə, 10 üstə gələ 8x üstə gələk, 18 üstə gələk, 4x bərabərdir 136. 136 olar, yaddan çıxartmışam. 8x 4x elədi, 12x bərabərdir. 10 ilə 18-in cəmi 28. 136-dan da 28 çıxanda eləyir 108. X də bərabərdir 108, 12-yə bölürsən 9. 9 aydan sonra həqiqətən bundan sayı 136 olar. 9 ay sonra A bitkisi 10 üstə gələk, 9 dəfə 8, 72 olacaq 82. B bitkisi isə 18 üstə gələk, 9 dəfə 4, 36. Onları toplasaq həqiqətən də 136-ya gəlib çatmış olacaqsınız. Deməli, 10 üstə gələk nə idi? 10 əkildiyi boydu, 8x, 1 ayda 8 artır deyə 8x yazdı. Neçə ay olduğunu bilmirəm deyə. 18 B bitkisinin əkilərkən boyuydu, 4x niyə yazdı? Çünki 1 ayda 4 artırdı. Cəmləri 136-ya bərabər deyə bərabər götürdük, həll eləmiş olduq. 45-ci sual deyim, sonra qaydım 44-də. Gül, biosfer, yəni biosferdə örgənilir. Qranit, yəni daş isə litosferdə örgənilir. 45-də də B variantı oldu. Gəldik 44-cü suala. Bu sualıdır, diqqətli olun. Şəkildə olduğu kimi hərflərlə və kələm şəhərlər soldan sağa doğru düzülmüşdür. Mərkəzdən hərəkətə başlayan bir nəfər A şəhərini keçmədən B-yə ya da digər şəhərə gedə bilməz. Yəni, buradan gəlib birbaşa B-yə, buradan və yaxud da ki, K-yə gedə bilməz. Mütləq şəkildə A-dan keçməlisiniz və sonra da belə fırlana gəlməz. Aydındır, onu nəzərdə tutur. Deməli, şəhərlər arası məsafə sabitdir və 10 km-dir, lap yaxşı. Birdən ona qədər nömrələnmiş 10 nəfər mərkəzdən hərəkətə başlamış və hər şəxs bir şəhərdə məskunlaşmışdır, lap yaxşı. Bu şəxslərlə bağlı bu məlumatlar var. Bura 10 km getdi, bura 20, bura 30, 40, 50, 60, 70, 80, 90 və 100. El sonuncudur. Bizə deyir ki, birinci şəxsin gedəcəyi şəhərə 50 km yol getdən sonra çatdı. Birinci şəxs 10, 20, 10 gəlsə A-da, 20 bura, 30 gəlsə C-yə, 40 gəlsə D-yə, 50 gəlsə Y-yə. Deməli, birinci şəxs hardadır? Y-dədir. Birinci şəxs 50 km gəlib Y-yə çatıbdır. Üçüncü şəxs, ikinci şəxsdən 4 dəfə çox yol gedib. 4 dəfə çox yol getməyi 10, 40 vəziyyətində, 20, 80 vəziyyətində mümkündür. Artıq 30 yazsam 120. 120 kilometrlik yol yoxdur axı burada. Yəni, bir-birindən 4 dəfə çox yol getməsi yalnız 2 halda mümkündür. 10 və 40, 20 və 80. Üçüncüsünü oxuyandan sonra biri ixtisar gedəcək. Baxın, 5-ci şəxs 40 km yol gedib. 5-ci şəxs 40 km yol gedibsə, 5-i bura yazıram. 5-ci şəxs 40 km gedib. 2 ilə 3-ün adı çəkilmədi ki, yox. Deməli, onda 10 və 40 ehtimalı suya düşür. 20 və 80 devrəyə girir və orada deyir ki, 3-cü şəxs 2-ci şəxsdən 4 dəfə çox yol gedib. İkinci şəxsdən çox yol gedibsə, ikinci şəxs deməli B-dədir.
80 kilometrlikdə isə 70, 80 kilometrlikdə isə nə gəlməlidir? Üçüncü şəxs. Deməli, 50 gəldi Y-yə, 60 F-ə, 70 Y-yə, bura. Deməli, 3 də H-da olmuş oldu. Deməli, üçüncü şəxs həqiqətən, yəni 80 kilometrlik yol, ikinci şəxsdən, yəni 20 kilometrlik yoldan 4 dəfə çoxdur. Son şəhərdə 7-ci şəxs məskunlaşmış. Son şəhər də L-dir, burada yazıram 7. Buna əsasən, yuxarıdakı mətn hansı mütləq doğrudur? Baxıram, 4-cü şəxs F şəhərində məskunlaşmışdır. 4-cü şəxs F-də məskunlaşa da bilər, məskunlaşmaya da bilər. Nə bilim, elə bir məlumatım yoxdur. 6-cı şəxs 30 kilometr yol getmişdir. 30 kilometr yol gedən 6-cı şəxs ola da bilər, olmaya da bilər. Çünki F-də də, G-də də yerləşə bilər. 2-ci şəxs B şəhərində məskunlaşmışdır. Diqqətlə baxın, nə yazmışam? 2-ci şəxs B şəhərində məskunlaşıbdır. Elə mütləq doğrunu istəmirdi. Bir də cavabımız oldu C. İkincisində deyir ki, yuxarıdakı mətnəsən hansı mütləq səhvdir? Mütləq səhv. 3-cü şəxs K şəhərində məskunlaşmışdır. 3-cü şəxs, xeyr, elə mütləq səhv olan budur. 3-cü şəxs K şəhərində yox, H şəhərində məskunlaşmışdır. Bu A. Digər bir variant mən yoxlayım, qalanısız yoxlayarsınız. 8-ci şəxs F şəhərində məskunlaşmışdır. 8-ci şəxs F-də. 8-ci şəxs F-də məskunlaşa da bilər, məskunlaşmaya da bilər. Mütləq səhv deyil. Əvvəlcə 6-cı şəxs dərhal sonraki şəhərdə 8-ci şəxsin məskunlaşdığı qəbul etsək, aşağıdakilərdən hansı doğrudur? Artıq şərtimizə əlavə bir şərt gəlir. Bu sadəcə 3-cü üçün keçərlidir. Deməli deyir ki, 6-cı şəxsdən sonra 8-ci gəlsin. Bura 6 yaza bilmərəm, çünki sonra 2 var. Bura 6 yaza bilmərəm, sonra 5 var. Bircə dənə dalbadal yer F-lə G-də qalıb. Yəni 6-nı bura yazım, 8-i bura yazım ki, bu şərt ödənsin. Yəni 6-dan sonra dərhal 8 gəlsin. Bu şərtdə əsasən deyir ki, hansı doğrudur? Baxıram, 8-ci şəxs K şəhərində məskunlaşıb. Xeyr, 8-ci şəxs G-də məskunlaşmış oldu. Bu mütləq səhvdir. 6-cı şəxs F şəhərində məskunlaşmışdır. Bəli, 6-cı şəxs həqiqətən F şəhərində məskunlaşıb. Cavabımız oldu B variantı. 10-cu şəxs F şəhərində məskunlaşıb. Yox, o da səhvdir. Digər iki variantda özünüz yoxlayarsınız. Bax belə. Bu da təkrar 7-nin yerdə qalan bir neçə dənə sualı izah eləmiş olduq. Əvvəlində isə 30-a qədər isə izah olunmuşdu əvvəlki videoda. Özünüzə yaxşı baxın. Növbəti təkrar videolarında görüşənədək sağ olun. Hələlik.